Xoş gördük qızlar. Deməli bugünlərim canlıda. Nə bişirim? Əslində qırpbulum deyiləndə hamı yol otunu nəzərdə tutur. Çox təəssüf ki, o bitkilər burada yoxdur. Yoxsa sizə göstərərəm. Yol otu. Amma keçmişdə bəzi burada kənddə yaşayanlar məni bilir. Mən bilər nə demək istəyirəm. Hamı hündüşkəyə yığıb verdiyi bir dənə qırpbulum var. Yəni biz əsl qırpbulum onu görmüşük də. Həmişə nənəm deyirdi ki, nənəm o vaxt deyirdi ki, biz o qırpbulundan dağda aş dəmləyirdik. Və heç vaxt nənəm o vaxt belə yeməyə zada həvəsim yox idi deyə. O heç maraqlanmamışam, nə bişirməyiblər, nə görməmişəm. O günlərim həmin o qırpbulundan tapdım və həmin qırpbulundan nə etdim? Baxın. Və canlı yayımda hamının yanında həmin o qırpbulundan qəşəng soğança ilə qovurdum, makarona əlavə etdim. Heç qaynar suya da atmadım, elə birbaşa qovurdum. İnan ki, turşməzə dadı var, çox qəşəng dadı var. Belə deyim də, mən təxminən ispanağa oxşatdım pişəndə. Sonra bir də elə o nənəm demiş, onu aş dəmlədim. Buradan nənəmə bir rəhmət göndərim. Çox qəşəng aşı olur. Özü də görürsünüz, düyünün rəngin özü yaşıla, sarıya çevirib. Çox qəşəng qırpbulumlu aş. Yəni bu yol otu deyil. Bildiyiniz qırpbulumdur. Böyrəyində dərmanıdır deyilənə görə. Gərək otun birini saxlayaydım, sizə göstərəydim. Bir dəfə həmin otu çəkərəm, baxarsınız. Bax bu belə. Yəni bunu canlı yayımda bişirdim, yedim. Doğrudan da çox gözəl. Hətta bu yeməklərin ikisini bir-birinə qatıq da yedim. Çox qəşəng olur. Sonra gələk. Bu da mənim bugünlərim. Türklərin midye paxlavasıdır. Əslində midye paxlavası eləmək istədim, bəzilərini dəyişdim. Məsələn, burada quş yuvası elədim, burada belə burma paxlava elədim. Yəni fərqlilik olsun deyə fərqli elədim. Çox qəşəng, qıtır, yəni. İnanın hələ şərbətini çəkir. Bu sabaha da hər qəşəng alınır. Super. Yəni bu paxlavanın dadı o qat-qatdan birbaşa. Bax, belə balaca tutanda daha qəşəng olur. Çox gözəl. Bu arada mən 2 dənə resepti qatdım. Orada Oqtay ustanın qabartma atmışdı. Qabartma əlavə eləməyin. Zaten sirkə ilə çox qəşəng olur. Paxlavanın gözəli, içi də ki, inanın, canlıda açdım, göstərdim hamıya. Çox qəşəng olur. Mütləq bişirin, yiyin. Super. Hələ qaymaqlısını da eləmək olur bunu. Bu da belə. Əgər yeməklərdən sifariş eləmək istəyirsinizsə, paxlava və yaxud da digərinə təmiz şəraitdə, bütün hamısı təmiz kənd məhsulları mənə yazın, Bakıya göndərə bilərəm və yaxud da ki, burada Quzanlıda çatdırma var. Yəni Ağdamda kim istəsə, məsələn, yemək pişirmək istəmirsiniz, sifariş eləyə bilərsiniz. İstəməsəz də sadəcə videoya baxın, bəyənin, təkrar paylaşım vurun. Mənim öz dostlarımdan xahiş eləyirəm, təkrar paylaşım vursun. Bu da məni daimi izləyən bütün mənim az qala, bilmirəm, 15.000 oldum mu? 15.000-ə yaxın daimi mənim səhifəmi izləyən hər kəsə, takib atanlara təşəkkür edirəm. Bu Yasəmən də onlara.